Sürücü işi var. Mən sizə bir neçə sürücü işindən bəhs etmək istəyirəm. Ona görə də bu videonu sonacan izləməniz lazım ki, hansı vakansiyalardan bəhs edirəmsə sürücülüklə əlaqədar, onlardan seçəsiniz, sizə uyğun olan hansıdır, qiymətləndirmə eləyəsiniz, tərəzinin gözünə qoyasınız. Burada yüksək əmək haqqı olan variantlar da ola bilər, zəif əmək haqqı olan variantlar da ola bilər. Misal üçün, burada 1400 manatlıq əmək haqqısı olan variant da ola bilər və yaxud da ondan daha aşağı əmək haqqı olan variantı da ola bilər. Burada inkasator sürücüsü, ekskavator operatoru, yük avtomobili sürücüsü, şəxsi sürücü, uşaqlar üçün sürücü, xanımlar üçün sürücü və sair ekspeditor variantı vardır yoldaşlar. Atego sürücüsü vardır. İndi mən sizə bunlar haqqında bir məlumat vermək istəyirəm. Ona görə də səbirlə qulaq asmanız lazım. Fürsətdən istifadə edin, bildirim ki, sürücü vakansiyalarını tez-tez kanalımızda paylaşırıq. Bu vakansiyaya baxdıqdan sonra kanala daxil olub digər ən sonuncu sürücü vakansiyasına da baxa bilərsiniz ki, dəyərləndirmə eləyəsiniz ki, görün sizə o digər videoda necə uyğun hər hansısa bir başqa sürücü vakansiyası varmı, yoxmu deyə. İlk öncə gəlin ekspeditor vakansiyasından başlamaq istəyirəm yoldaşlar. Asprotein Foods qrupdadır. 25-45 yaşlı bir şəxs olmalısınız. 3-5 illik təcrübəniz olmalıdır. Horeca kanalı üzrə təcrübəniz olmalıdır. Şəxsi avtomobiliniz olmalıdır. Buzovna qəsəbəsində yerləşir. 1400 manat əmək haqqı verir. Sürətli şəkildə mən sizə danışmaq istəyirəm. Misal üçün, 1000 manat civarında sürücü işi Fox Express-də var, Koroğlu dairəsindədir. BC tələb eləyir, ən az 3 illik sürücülük təcrübəniz olmalıdır. Bundan əlavə, növbəti sürücü işi yoldaşlar şəxsi variantdadır, Novxandadır, 25 plazadadır. Bunun əmək haqqısı güclü deyil yoldaşlar, 800 manatdır. Minimum 5 illik sürücülük təcrübəsi tələb eləyir. 35-45 yaşlı olmalısınız, rəhbər heyətlə işləmək təcrübəniz olmalıdır. Səliqəli xarici görünüşünüz olmalıdır. İşgüzar münasibət etikanızı bilməlisiniz. Uşaqlar üçün ailə sürücüsü işi də var Məssi şirkətində, amma bu xanımlar üçündür yoldaşlar, kişilər üçün deyil. Burada sürücülük üzrə 3 illik iş təcrübəniz tələb olunur. Hicablı xanım da ola bilərsiniz, fərq etmir, yəni rahat olun. 25-50 yaşlı bir xanım olmalısınız. 1200 manat əmək haqqı verirlər. Səhər saat 9-dan axşam saat 8-ə kimi. Babək prospektindədir bu işlər. Bundan əlavə Kontoxomda sürücü işi var. Çatdırma xidməti üzrə 800-900 manatlıq. BC tələb eləyir. Yük avtomobilləri idarəetmə təcrübəsi tələb eləyir 2 illik. Bundan əlavə başqa bir sürücü işi də var ki, bunun əmək haqqısı ümumiyyətlə, sürücü işləri yəni fərqli olur. Bu adətən asılıdır sürücünün kateqoriyasından. Yəni 2500 manatlıq sürücü işləri də olur. Misal üçün, Vitek şirkətində yük maşını sürücüsü var. Bu 1100 manat civarında verir. 25-55 yaşlı şəxslər üçündür yoldaşlar. Sultəpə ərazisində yerləşir iş. İşçilər də servis avtomobili ilə təmin oluna bilirsiniz. Yəni Sultəpəyə getmək üçün. Yük avtomobili sürücüsü kimi təcrübəniz varsa, BC kateqoriyanız varsa, bu işə müraciət edə bilərsiniz. Bundan əvvəl sürücü işi Atego üzrə var. Almarketdədir yoldaşlar. Bu 773 manat pul verir sizə. Səhər saat 7-dən günorta 3-ə kimidir. Bir də günorta 3-dən axşam 11-ə kimidir. BC və ya C kateqoriyası sürücülük vəzifəsi tələb eləyir. Burada yol pulu da verilir, yemək pulu da verilir 773 manatdan əlavə olaraq. Bundan əlavə yoldaşlar, mən sizə digər vakansiyalar da var. Bir təxminən 5-6 dənə digər sürücü işləri də olmalıdır ki, onlardan da bəhs etmək istəyirəm. Misal üçün, sürücü işi Azərflotda var. Kon və yükləyici texnika sürücüsü işidir yoldaşlar. Bu işə də müraciət edə bilərsiniz, əgər belə bir vakansiya sizin marağınıza səbəb olursa. Misal üçün, burada müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi tələb olunur, xəbəriniz olsun.
joystick idarəetmə əli texnikalarla işləmə təcrübəsi arzu olunur. Bundan və yük avtomobili sürücüsü 2285 manatlıq variantı da var. Old Line Trading Company'də. Amma burada bir şərt var yoldaşlar. Etibarlı C1Y və SY kateqoriya sürücülük vəsiqəniz olmalıdır. 3 illik yük daşıma sahəsində təcrübəniz olmalıdır. 38-60 yaşlı şəxs olmalısınız. Bundan və Norm şirkətinin ekskavator operatoru işi var Qaradağ rayonunda. Bundan əlavə Azərpoçtda inkasator işi var. Azərpoçtda 700-800 manatlıq bir işdir. BS tələb eləyir. Furqon və mexanika tipli nəqliyyat vasitəsinin idarə edilməsi bacarığınız olmalıdır. Sonra inkasasiya şöbəsində inkasator sürücü işi Express Bankda da var. Orta təhsil tələb eləyir. B kateqoriyası tələb eləyir. 3 illik sürücülük təcrübəsi tələb eləyir. Buna və daha doğrusu mətanət A-da da sürücü işi var yoldaşlar. 5 illik iş təcrübəsi B kateqoriyası tələb eləyir. 6 günlük iş rejiminə malikdir. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsinizsə yoldaşlar, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Qeyd edim ki, bu bütün sürücü işləri deyildi. Mən sadəcə sizə bir qismindən bəhs etdim. Misal üçün, onların arasında rus dili biliyi tələb olunan, 3-5 illik iş təcrübəsi tələb olunan Navis Project-də belə bir iş imkanı var. Rus dilini bilənlər üçün bu uyğun ola bilər, 3-5 illik iş təcrübəsi olanlar üçün. Bir sözlə, bu işlərə müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmazsa, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi kanalda qeyd olunub. Siz bu videonu harada görürsünüz? Harada görürsünüzsə, orada kanala daxil olun, Toğrul kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Görə də bilmirsinizsə, ola bilər də texnikadan yaxşı istifadə edə bilmirsiniz. Elə bu videonun altında şərh yerində yazın.